15 iyun Milli Qurtuluş Günüdür. Azerbaycan'ın devlet müstakilliği dönmezdir, ebedidir. Ve bizim borcumuz bu devlet müstakilliği, elde ettiğimiz bu milli azatlığı daimi koruyup saklamaktan ibarettir. Məni 93-cü ildə bura Bakıya dəvət edərkən mən bilirdim ki, burada nə qədər çətin və ağır vəziyyət var. Mənim əlimdə nə silahlı dəstə vardı, nə mənim ordum vardı, nə mənim bir qruppam vardı, heç bir şey yox. Sual olunur, nə arxalandı Heydər Əliyev? Durdu, gəldi, bodun içine girdi. Mən sizə inanmasaydım, mən sizə etibar etməsəydim, mən sizə arxalanmasaydım, mən bu məsuliyyəti özlərimə götürə bilməzdim. Mən bugün də sizə arxalanıram, sizin dəstəyinizə arxalanıram və əminəm ki, sizlə birlikdə biz Azərbaycanı bundan sonra daha da yüksəklərə qaldıracağıq. 93-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Və tam qətiyyətlə deyə bilərəm ki, əgər 93-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilər. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaq. Biz onun davamçıları, onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq.